Dostlar, biz bugün sizinlə fen müsahibələri birinci tura suallarına baxacağıq. Hemen birinci sorudan başlayaq. Baxın, burada deyir ki, formula müəyyən edin. Bir maviyə dəqiqə. Baxın, burada baxsaq görərik ki, buradakı bir maviyə, buradakı 2 yaşıl uyğundur. Elə də buradakı bir maviyə, buradakı 2 yaşıl, buradakı bir maviyə, buradakı 2 yaşıl və bu gedir. Deməli, bir dənə yekə, 2 dənə balaca. O da ikiz budur. Yəni birə bu. Deyir ki, hansı eləmişsə doğru göstərilmişdir. Fosfor P-dır, getdi, natrium N-dır, getdi, mis C-dur, düzdür, karbon C-dur, düzdür, kalsiyum, silisium S-kürdür, getdi, kalsiyum C-dır, düzdür. Deməli, 2, 4, 5 A variantı. Deyir deyir ki, birinci kütlədir, ikinci nüvə yükləyən proton sayıları A, Z, deməli, azalma ardıcıllıqla ilə Z, Y, A gedir. Yəni protonları. Deməli, birinci protondur, Z, Y, X-dir. Mən A-nı yazmışam, X-dir burada. Deməli, mən burada düz yazmışam, burada X-dir. Deməli, bu düzdür, bu da düzdür. Bu səhvdir, bu da səhvdir. İndi kütlə ədədlərinə baxaq. Burada A plus B'dir. Burada A plus B plus 2'dir. Burada da A plus B plus 3'dür. İndi burada azalma ardıcıllıqla Y, Z, X, Y, Z, X'də cavab B variantı. Keçək. O biri sualla deyir ki, başla. Deyir ki, laboratoriyada 3 vaxtlı suxur nümunəsi və sınaqlar aparılır. X azdırsa bu deməli maqmatik yazaq. Silisium 2 çökmə. Burada da metamorfik. Burada metamorfik olanda qumdaşın elə burada C-dır. Çünki X maqmatikdir. Maqmatikə də qumdaşı ola bilməz. Amma Y olmalı idi. Yəni burada C variantıdır. Homogen qarşı ikiz. İkiz su ilə homogen qarşıdırsa bu getdi, bu da getdi. Qaldıq ben spenziya. Spenziya nədir? Spenziya bərk mayedir. Emulsiya isə mayedir. Deməli, amma həll olmayan. Deməli, onda təbaşir tozu. Bu getdi, çünki bu emulsiyadır, amma bizə spenziyadır. İndi burada nə tür olacaq? Bizə deyir ki, bunlarda 2 dəfə çoxdur. Onu da yazacağam. Deməli, 4A plus 4. Çünki 4'ü nə tər aldıq? Bunu 2'ye vururam. 2A plus 2. Bunların üstünə gələndə 4A plus 4 bölünsün 4 bölündü 64. 4A plus 4. Elə buradan heç belə eləmərəm, daha asan yolu. Bunlar ixtisar gedir. A plus 1 bərabərdir 64. A da bərabərdir 63. Cavab A variantı. Deyir, karbon qazı CO2, O2, amonyak N, H3, metan da CH4. İyon olarak hidrojen atomları sayı oksijen atomları. İndi baxın, burada hidrojen və oksigen atomlarıdır. Və oksigen bir də buradır. Bunu 3'ə vuranda 6 dənədir. Hidrojen də deməli 3 dənə burada 12, 4 dənə də burada 24. Deməli 36 edir. 36 bölünsün 6 və 36 da 6'nın kvadratı da edir 6. Burada cavab C variantı. Keçək bu misala.
Deyir ki, burada belə görüb gözünüzü qorxutmayın. Bunun çox asan yolu var. Deyir ki, 20 temperatur 150 min. Hə, deyir ki, 156, deməli 156-da sayı 150-nin üstünə 6 gəlir. Deməli 150-də 6-sı həll olub. İndi burada üzrə neçədə 20 Selsi dərəcədə. İlk öncə elə B getdik, çünki burada 0 dərəcədən başlayır. 20 dərəcədə 6 qram, bu da getdi. Çünki 6-dan yuxarı olmalıdır. Bu da getdi, elə bu da 5-dir, cavab D variantıdır. Gəlin yoxlayaq. Burada biraz qəribə düşür. Amma anam B deyil. Burada. Məncə burada budur. Çünki baxın, burada belə gəlir və burada dayanır. Özü də 20-nin də altındadır. Amma yenə hər ehtimalla D-da ola bilər. Mən bu videodan sonra bunun cavablarını shortsa qoyacağım. Yəni burada C də ola bilər, D də ola bilər. Çünki yaxşı görünməyib. Kütlə dediyin hesablanan elektron sayılar bərabərdir. P1 üstəgəlsi P2 deyir ki, bərabərdir. İndi bu protondursa, bunun elektron sayı N plus 2'dir. İndi burada da nisbəti 3'dür deyə bərabərdirsə N plus 5'dir. N plus 5, burada da P1 üstəgəlsin N'dir. Yəni bundan həm də bu da bərabərdir. Elektron sayı bərabərdirsə deməli bu belə oldu. N1 demək bundan burada da N plus 6'dır. Çünki burada bizə şərt verir ki N plus 11 bərabərdir 27. N də bərabərdir 8. Nədir? Y-in kütləsi. Bunlar da bərabərdir. Deməli 16-dır. Çünki 8-i 2-yə vururuq. Keçək o birinə. Deyir ki, hidrogen, hava tərkibində oksigen, hidrogen qaz buxarı, yəni azdır. 21% oksigen var, 78% azot, 1% qaz qarışıqdır. Havada olan oksigen canlı orqanizm fenomenində fotosintez, yəni fotosintez olmur. Çünki fotosintezdə karbon ən çox iştirak edir. Yəni cavab 1, 400 istəyirəm. Zərif qalız qalıb. İzotop atomları üçün eyni olanlar proton sayı, çünki izotopdur. Kütlə dədinlə neytron sayı getdi. Elə neytron sayı fərqlidirsə, kütlə dədi də fərqlidir. A variantı tərkibində dəmir şu bax, deyir ki, A nümunəsinin içərisində dəmir hissəsi ilə aydın görünür. Deməli, A nümunəsi öz fərdi xassəsini saxlayıb. Bu düzdür. A nümunəsi fiziki üzvləri tərkib ayıla bilər. Bu da düzdür. Deyir ki, doğru deyil. Deməli, bu olunmursa, deməli, bu kimyəvi reaksiyaya girib B nümunəsi olan öz fərdi xassəsini itirib. Bu da düzdür. B nümunəsi tərkib hissələri ayıra bilər. Xeyr, çünki bu kimyəvi üsulla ayrıla bilər. Deyir ki, avadanlıqların adı yumru-dip kolba. Kimyəvi stəkan deyil, bu menzurkadır. Ştativ, bu düzdür. Yumru-dip kolba deyil, çini kasadır, bu da səhv. Deyirmə korbası da, bu da düzdür. Doğru göstərilmişdir, 2-3. Deyir ki, metallar ərəntilər bərk olur və poladdan metallar elektriki yaxşı keçən. Yox, bu elektrikdir, amma burada istilikdən söhbət. Metal parçasına malikdir, qızılda, bu da düzdür. Metallar istindən genişlənir, bu da düzdür. Metallar ərimə yüksək, mistan elektrik. Burada ərimədən gedir, yəni bunun yeri dəyişikdir. Bu da düzdür. Çünki deməli, bu da düzdür. Deməli, cavab 1, 3, 4. Cavabcıdır. B maddəsi müxtəlif temperaturda hallanması verilmişdir. 60 dərəcə 200
Donmuş 20 dərəcə qədər soyutluqda 100 x-də A-nı müəyyən edin. Deyək ki, X maddəsi müxtəlif temperatur suda həll olması verilmişdir. 60 dərəcədə 200 qram suda hazırlanmış donmuş məhlulu 20 dərəcəyə soyutluqda 100 qram elə bir çökür. Onda biz bunu belə edəcəyik. Bizə 100 ml suda verib, onda 250 ml suya x-dir. Bunda 2.5-dir. 80-i 2.5-ə vuranda x bərabərdir 200-ə. 200 deməli soyuqda 100 qram X maddəsi çökür. A-nı müəyyən edin. İndi biz burada belə edəcəyik. Deməli, birinci bunu anlamaq lazımdır. Deyir, X maddəsi müxtəlif temperaturda suda həll olması verilmişdir. Onun 60 dərəcə 250 ml suda hazırlanmış donmuş məhlul 20 dərəcəyə qədər soyutluqda 100 qram X maddəsi çökür. A-nı müəyyən edin. Deməli 250 suda, deməli 180-dir. 250-yə dəqiqə səhvəzdir. 80-dir. 250-yə də 160 200 olur. Deməli 200 olur. Deməli bunun 20 dərəcəyə qədər soyutluqda 200 su var idi. Soyudur və 100 qram elə bir çökür. Əgər burada 100 qram X maddəsi çökürsə, biz burada nəyisə səhv etdik. Bir dəqiqə. Burada 80-dir. İndi gəlin izah edək. Bax, burada D variantıdır. Çünki əgər burada 160-dırsa, A-nı müəyyən edin. Bu 200. Əgər bunu belə edə bilmirsinizsə, onda gəlin belə edək. Bax, A 100 dərəcədədir. İndi bunun hər birini belə hesablayaq. İndi gəlin mən B ilə D arasında qaldım. Gəlin D hesablayaq. Yəni bunun əsl hesablanma yolu budur ki, bax bizə birinci %80-dir. Deməli 250-yə 200-dür. Elə. İndi bu 20 dərəcədən düşüb. Deməli 200 deməli bu bərabər ola bilməz. Çünki ən az bura 100 ml su, 100 ml x qram çəkməli. Gətirəm bunun yerinə qoyuram. 160-dır. Deməli burada alındı 200. İndi 320 400'dür. Burada 400. Burada 200 qramdır, amma bizə 100 qram deyir. Ona görə bu da olmur. Gətirirəm. Bunun yerinə qoyuram. Onda bu da olur 240, 300. Aha, bu oldu. Deməli, burada 200'dür. Deməli, burada 120'dir. İndi gəlin bunu daha aydın izah edək. Burada 60 Celsius sudur. Birinci mən bunu 60 Celsius suda, burada 100'dür. Mən bunu məsələn indi 120 götürürəm. 100'ə 120'dirsə 250'yə x-dir. 100 x də bərabərdir 300. İndi gətirirəm, qoyuram 80-ə. 100'ə 80'dir. 250'yə x-dir. X də bərabərdir 200. 200'dən 100% çoxdur. Deməli bizim şərtimizi ödəyir. Birinci oxuyanda mən də bu düşmədim. Sonra dərinliyə getdikdə ölçü çıxır. Hansını pozmur. Normal modda dadına baxır. Əlbəttə ki olmaz. Üzərində yanıcı maddə baba yaxın qoyarız. Bu da yenə pozur maddənin iyiliyi. Bu düzdür. Kimyəvi maddə zəhərli oluyor. Təmiz hava çıxarır. Bəli, bu da düzdür. Deməli 3-4. Cavab B variantı. Qırmızı fosfor üçün doğru olanı müəyyən
edin. Suda həll olmur. Qırmızı fosfor, düzdür. Zəhərli sarımsaq qeydiyyat ağ fosfordur. Qaranlıqda işıq saçır yeni ağ fosfordur yalnız. Deyək hidrogen və helyum qarışığı. Hidrogen və amonyak qarışığı C-dir. Çünki hidrogen bu H olsa, amonyak da NH3-dür. Deməli, buradan bunun 3 dənə var. Deməli, C-dir. Su buxarı H2O-dur. Burada da heç H2O yoxdur. Deməli, bu A variantıdır. Yerdə qalanda burada B variantıdır. BCA. Bura B variantıdır. Proton sayı katyonları müəyyən edir. Katyon nədir? Katyon müsbət yüklüdür. Burada elektron proton. Bir Y-dir. Çünki müsbət birdir ki, çıxılıb azalıb. Bir X-dir. Bu neytraldır, bu da anyondur. Deməli, X, Y. Qeyri-metalları müəyyən edin. Qeyri-metal azotdur, oksigendir. Deməli, indi, məsələn, siz 1 ilə 5-i tapdınız. Bu üçündə çətinlik çəksiniz. Bir də burada, indi, məsələn, 1, 3. Bu getdi, bu da getdi. Çünki tərkibində 1, 3 yoxdur. Bu da getdi, sinkdir. Çünki o da qeyri-metaldır. Çünki bioelementlərdə boy uzanmasını, bir də beyin fəaliyyətinə səbəb olurdu. Keçək bu suala. İndi bunu sayırıq. 3'ü burada, 3'ü burada 6. 3'ü də burada 9. 3'ü də burada 10, 100. 13'dən 3, 6, 10. Deyir ki, hansı doğrudur? Gəlin indi bir də sayaq. Burada səhvlik var. Yəni səhvlik yoxdur, əslində biz səhv saydıq. Çünki burada 12-dir, burada 10-dur. Müsbət yüklük, çünki müsbətdirsə elektron azalmalıdır, burada çoxalmalıdır. Neytron sayı azdır, proton sayı dəyişmir, bəli. Çünki elektron sayı artıq azalması protona aid deyil. Neytron sayı azalır, xeyr, nə proton dəyişmir, nə də neytron. Cavab 1, 4. Cavab C variantı. Maqmatik suxur deyil, mərmər, bazalt, obsidian, qranit. Bazalt, obsidian, götü, qranit, götü ilə mərmərdir. Deyir ki, biz belə yaza bilərik. A plus B 82. A çıxılsın B 18. Bunu sistem tənliyi alsaq. B'lər getdi. A bərabərdir 100. A bərabərdir 50. Əgər A 50-yə bərabərdirsə, B də bərabərdir 32. A 50-dir, B 32-dir. Deyirik, kisim proton sayını müəyyən edin. A 50-dir, B 32-dir. İndi biz bunu belə də eləyəcəyik. İndi bizə deyir ki, o 8-dir, 32, 35, deməli 2, 15-dir. X'in proton sayı ilə P də bərabərdir E-yə. Və burada 15 olacaq. Yəqin ki, başa düşdünüz. Çünki orada sistem tənlikdən istifadə edirik. Bilmirəm. Yəni, siz keçibsiniz, yoxsa yox. Element diaqramını uyğun ifadələri müəyyən edin. Almaz bura A gedəcək. Elektrik cəryan keçiriləcək. B bura gedəcək. Çünki almaz keçirmə qrafik dağ rənglidir, şəffafdır. Karbon allotropik şəkil dəyişməsini təşkil edir. Hər ikisi də karandaşın təşkil edir. Bu da D-dir. Deməli, 1-ə A, 2-ə C, 3-ə B, D. Bura D variantıdır. Son sualımıza keçirik. Düşünürəm ki, başa düşdünüz. Deyir ki, təzyiq artdıqca qazanan suda hava olması artır. Təzyiq artdıqca, bu düzdür. Təzyiq artdıqca qazanan suda hava olması təzyiq artdıqca qazanan suda hava olması artır. Təzyiq artdıqca qazanan suda hava olması artır. Qazanan suda hava olması təzyiqdən asılı deyil. Bu səhvdir. Temperatur artdıqca qazanan suda artırması. Bu da səhvdir. Bu maraqlı qaldı. Təzyiq
Burada azaldıqca deyil, burada artdıqca deyil. Xeyr. Təzyiq azaldıqca suda hava olması qazların o da azalır. Çünki ondan çox gedir. Amma o da belədir. Çünki bu itələyəndə qazın qaçaracaq yer olmur deyə mən suyun içinə girir. Suyun içinə çıxmaq qeyri-müşkil məsələdir. Burada da bir variant oldu. Ümid edirəm başa düşdünüz. Sağ olun, salamat qalın. Növbəti videolarda görüşmək ümidi.